Davam edirik. Insert tabının diaqram əmri ilə. Sizə əvvəlcə gəlir görünüşlər diaqram əmrinə daxil olduqda. Gördüyünüz bütün görünüşlərdən belə deyim, istədiyiniz birini seçə bilərsiniz. Lakin buna fikir verməlisiniz ki, diaqramı oxuyacaq olan şəxs onu başa düşsün. Məsələn, riyaziyyatı zəif olan birindən bunu versəz, böyük ehtimal məlumatları bir-birinə qatmaq ehtimalı çox böyük və yüksəkdir. Hər kəs hər şey biləcək deyə bir qayda yoxdur. Məsələn, bu quruluş öz sahəsi üçün olanlara daha əyləncəlidir. Bu quruluşu ümumiyyətcə modelləşdirmə bilməyən biri çox çətin halda başa düşə bilər. Yəni daha çox çalışın diaqramda həmişə oxuna bilirliyi nəzərə alın ki, diaqram daxilində həmin belə deyək, məlumatı oxuyan rahatlıqla oxuya bilsin. Diaqramı seçib ox əmrini basırsınız, sizə ekrana diaqram gəlir və Excel-dən bir qırıntı gəlir. Çünki Word-ün hesablamaq bacarığı mövcud deyil. Bu işi görə bilir sadəcə Excel. Biraz böyüdürük. Bir dənə baxın. Kateqoriya sözünü görə bilirsiniz. Kateqoriya yazılıb burada. Deməli sizin yazdığınız adlar sətir adları. Yanlış sildik. Bu sahəyə düşəcək. Yəni sətir adları həmin sahədə yerləşəcək. Siz də buna əsasən hərəkət edirsiniz. Burada yazaq Fatimə. Yaza bilmədik. Bu oldu bizim sütunlarımızın adı. İndi baxırıq nəyə? Baxın necə göstərir. Serious adı sarı rənglə bildirilir. Yəni Serious adından malik olan məlumat 4.3-dür. Yəni bunlar rənglə bilinəcək. Mən bura yazmaq istəyirəm. Alma, sizə bazarlıq elətdirirəm, daha doğrusu satış elətdirirəm. Artıq hamınız bir belə deyək, manavsız. Bir də olsun heyvan. 3 meyvə satmanızı tələb edək. Bu haqqındakı məlumatları silirəm. Sizdən bu nöqtəyə diqqət yetirməyinizi istəyirəm bu sahəyə. Əgər siz cədvəldəki məlumatın sayını artırmaq istəyirsinizsə, bu qutunun sayı mütləqdir ki, artmalıdır. Əgər o əksik qalsa, sizə məlumatlarınız oxunmayacaq. Məlumatları yazdıq. Meyvəmiz olsun 3 dənə. Random olaraq bura rəqəmlər yazıram. Fərz edək ki, satışlarımızı doldururuq. Hər gün hərəniz bu qədər meyvə satırsınız. İndi gəlin görək bu necə oxunur. Fatimənin 2 dənə xanasını boş qoyduğum üçün onun qarşısında heç bir şey görünmür. Aha. Baxın, başlayaq Yusifdən. Yusifə baxırıq ki, alma sarı rəngi bildirir. Deyir, yəni sarı rəng satılıb 5 dənə, Yusif 5 dənə alma satıb. Almanın sarı rəngi olduğu aşağıda göstərilir. Yəni o sütunların adları ilə deyir, rəngləri ilə işləyəcəksiniz. Bu da göstərilir aşağı sətirdə. Məlumatın daxil edilməsini belə yoxlayırsınız. Gəlirsiniz diaqrama baxırsınız. Baxırsınız sütun adları haranı göstərir, sətir adlarını hansı sahəni göstərir. Ona uyğun olaraq da tənzimləyirsiniz. İndi gələk diaqramın formatlarına. Siz kənarda olduqda deyil, diaqramın üzərinə olduqda sizə 2 sahə gəlir. Biri gəlir format. Bunu keçən dərsdə izah etmişik. Format paneli gördüyünüz kimi eyni əmrlərdir. Seçirsiniz, rəngini dəyişdirə bilərsiniz. Seçirsiniz, ölçünü dəyişdirə bilərsiniz. Ölçünü belə deyim, qurcalaya bilmirsiniz. Məsələn, bunun hündürlüyünü artıra bilməzsiniz. Çünki buradakı hündürlüklər sizin bəzəyinizi, dizaynınızı deyil, diaqramdakı rəqəmləri xarakterizə edir. Qaydırıq chart dizaynı. Chart dizaynında sizi hazır şablonlar gözləyir. Məsələn, deyir, istəsəz bunlardan birini istifadə edə bilərsiniz. Bunlar dizaynlarda sizin seçimlərinizdir. İstəsəz qutunun rənglərini dəyişdirə bilərsiniz və qutunun rənglərini biz də dəyişdirə bilərik. Məsələn, qutunu seçirik, gəlirik formata, deyirik mavi. Həmin kateqoriyaya malik olan məlumatlara nəzər yetirin, armudların hamısı artıq mavi rəng görünür. Qəhvəyi rəngə gəlirik, seçirik sarı. Onlar olur sarı rəng və yaxud da bənövşəyi rəng. Yəni sizin seçdiyiniz rəng avtomatik olaraq burada meyvənin adında tənzimlənir. Bu barədə probleminiz yoxdur. Hazır dizaynda seçə bilərsiniz, siz də yarada bilərsiniz. Baxdım ki, Fatimənin satdığı məlumata 1 yazmışam, bunu səhv yazmışam. Düzəltmək üçün istifadə edirik buranı.
edit data əmrini görə bilirsiniz. Üzərinə basırsınız. Bayaqki cədvəl sizə yenidən bərpa olub qayıdır. Siz də buradan gəlirsiniz, yazdığınız biri çevirirsiniz 11-ə. Yəni etdiyiniz məlumatları dəyişdirə bilərsiniz. Burada baxın change chart type var. Yəni diaqramın tipinin çevrilməsi. Üzərinə basırıq. Deyir bu şəkildə hazırlayırsan, istəsən bu şəkildə hazırlaya bilərəm. İstəsən bu şəkildə hazırlaya bilərik. İstəsək dairəvi üsul hazırlayaq gəlin. Dairəvi şəkildə hazırlaya bilərik. Hazırladıq dairəvi üsul. Artıq məlumatları görürsünüz dairəvi şəkildə. Bu çevrilmə əmri idi. Geri qaytarıb yenidən diaqrama da yerləşdirə bilərəm. Yəni çevirə bilərəm. Başqa burada elə də böyük məlumat yoxdur. Aha. Diaqram məlumatımız isə bu qədər. Arxasıca davam edək riyaziyyatdan. Yəni diaqramımız. Davam edirik simvol və funksiyalar. Yəni equation əmrindən. Əvvəlcə açırıq simvolları. Yəni görək simvollarda nə yerləşir. Simvollar tabı hazırlanıb nə üçün? Bilirsiniz ki, klaviaturamız maksimum 2, minimum 1 dil ilə məhdudlaşdırılıb. Yəni bəzi işarələr var ki, bütün klaviaturalara yerləşdirə bilməzlər. Bu səbəbdən həmin işarələrin hər birini toplayıblar simvol əmrində. Bura riyaziyyat simvolları, fizika, kimya simvolları, yəni hansı ki, digər fənlərdə və digər dillərdə fərqli simvollar var. Onların hər biri yerləşir simvol tabının daxilində. Bunların isə yerini axtarıb tapa bilərsiniz. Buradan oxuyub başa düşə bilərsiniz. Məsələn, ərəb hərflərini bu şəkildə tapa bilərik. Məsələn, burada nə var? Riyaziyyat operatorlarını bu paneldə tapa bilərik. Bu şəkildə axtarış edərək axtarış edə bilərsiniz. Bəs bura necə işləyir? Məsələn, yazmaq istəyirik 2, basırıq, insert basırıq. 3, 17, yəni tək-tək basıb insert basırsınız. Yanaşı olaraq onlar yerləşdirilir, məlumatlar düşür. X-i basdıqda artıq funksiya dayanır. Gəlirik riyaziyyata. Equation üzərinə 2 dəfə basırıq və açılır riyaziyyat tabı. Bunu əvvəlcədən bildiririk ki, riyaziyyat tabında hazırlanan cümlələr, funksiyalar, məlumatlar, düsturlar, hər bir şey. Misallar tiplərlə birə-bir uyuşmur. Yəni bütün məlumatınızın tipi Arial tipində, Times New Roman tipində ola bilər. Həmin riyaziyyat məlumatını da Times New Roman tipinə gətirəsiniz. Çox kiçik bir fərqlə bir-birindən fərqlənəcəklər. Bu problem deyil. Çünki bunu belə deyək, qayda olaraq hər kəs bilir ki, bir çarəsi yoxdur. Yəni hər yerdə eyni şəkildə istifadə olunmaq məcburiyyətindədir. Sizi burada sırf riyaziyyata əsaslanan simvollar qarşılayır. Məsələn, böyükdür, kiçikdir, bəli, klaviaturada var, lakin kiçik, böyük deyil. Kiçikdir, bərabərdir, böyükdür, bərabərdir kimi təqribi bərabərlik kimi digər işarələr mövcud deyil. Bu səbəbdən simvol butonunuz var. İlkin olaraq sizi qarşılayır. Funksiyamızı sildik. Sizi qarşılayır kəsir xəttinin götürülməsi. Kəsir xəttinə gəlirsiniz. Bunların yerini əzbərləmək məcburiyyətindəsiz və sizdən tələb edirəm. Çünki dərs müddətində bunları çox istifadə edəcəyik. Gəlirsiniz buradan riyaziyyat butonlarından birini götürürsünüz. Olduğu kimi istifadə edirsiniz. Kəsir xəttini. Bizim ən çox istifadə etdiyimiz kəsir xətti budur. Yəni normal. Sanki kompüter biraz dondu. Aha. Ekranı yaxınlaşdıraq. Baxın, kəsir hissəsi gəldi. Birini yazırsınız. Daha sonra da digərini yazırsınız. Burada üslü qüvvət yazmaq üçün hazırlanmış bir sahəniz var. Seçirik. Məsələn, 52 üzəri 5 olaraq tanımlaya bilərik. Plus işarəsi basırıq. Kökaltı ifadənin hazırlanması üçün var. Baxın, ikinci dərəcədən kökaltı ifadə, üçüncü dərəcədən və n-ci dərəcədən yazırıq. N-ci dərəcədən, məsələn, 56. Ora istənilən rəqəm yazıla bilər. N-in yerinə 6-cı dərəcə, 5-ci dərəcə, 9, 12, 120, nə istəsəz əlavə edə bilərsiniz. Əlavə edilməsi səbəbi də ondan ibarətdir. Baxın, burada da kəsir işarəniz var simvolda da. Sadəcə 3'ü var, doğrudur. Amma funksiyadan qoymağınızı məsləhət görürəm. Çünki baxın, məlumat bitənə qədər olan sahənin hər birini kəsir xətti burada mənimsəyir. Amma burada mənimsəmir.
Riyaziyyat sahəsinə gəlin davam edək. İntegral anlayışı istifadə edə bilərsiniz. Riyaziyyatda olan digər işarələr var. Cəm işarəsi, başqa burada nə işarəsi var? Çoxluq işarələri kimi olan butonları istifadə edə bilərsiniz. Mötərizələr üçün ayrılan panel var. Trigonometri funksiyaları əldə etmək üçün panelimiz var. Vektorların istifadə edilməsi üçün bir panel var. Limit əldə edilməsi üçün bir panel var. Operator istifadəsi üçün bir panel var. Bu daha çox informatika sahəsinə aiddir. Matris ali riyaziyyatdan bilənlər bilər. Matrisin nə işə yaradığını, matris yaratmaq üçün isə gələn şablonlar var. Məsələn, seçirsiniz, sizə 9-lu matris yaratmaq üçün bir panel gəlir. Sol tərəf başa gəlirik. Sol tərəf baş. Burada bir belə əmr var. Link equation adlı bir məlumat var. Basırıq, sizə bir sahə gəlir. Qələm işarəsi götürürsünüz. Məsələn, mən yazmaq istəyirəm. Qələm işarəsini götürüb. Kök altda 3-də 6 vurulsun 5. Üzərinə gəlinsin. Məsələn, kök altında 7 log 8-dən 12. Bunu təbii ki bir dedim, təqribən yazdım. Biraz xətt baxımından bəzən bəzi şeyləri səhv oxumaq ehtimalı yüksəkdir. Məsələn, bunu silsək, kəsr xəttini bərpa eləsək, daha sərgiyə düşür. Biraz xətt olaraq sərgəli yazmaq lazımdır. Biz biraz tələsik yazdıq. Siz sərgəli yazdıqda istədiyiniz kimi oxuya bilir. Yəni, istədiyi şəkildə oxuyur, daha doğrusu yazdığınız şəkildə oxuyur və doğru icra edir. Funksiyaları qırıq-qırıq yazmaqdansa bu üsulla yazmaq zaman baxımından daha funksional olur. Sadəcə biraz səliqə tələb edir ki, o yazılanları oxuya bilsin. Təqribən oxundu. Yəni, istənilən funksiyanı bu şəkildə də yaza bilərsiniz. Digəri ilə müqayisədə bu şəkildə daha sürətli belə deyək, yazı yazmaq mümkündür. Insert tabı ilə, daha doğrusu funksiyalar ilə də insert tabını yekunlaşdırırıq. Ən sonuncu tabımız funksiyalar idi. Dizayn tabından davam edəcəyik.